Deməli, bugün hazırladığımız kokteylin adı efsane limonaddır. Limonad bir çox siroplarla hazırlana bilər. Sən indi misal üçün öz ağız dadına uyğun, özün içəcəksən deyən hansı siropla misal üçün istəyərsən ki, içəsən? Hansı dadı versin? Çiyələk olar. Götür oradan çiyələk. Sol tərəf. Aha. Sən indi deməli qatırıq ona götür çiyələk siropu. Əlavə elə bakalım. Bəsdir, bəsdir. Siropu bakalım əlavə elə. Bu limon sıxmaq üçün aparatdır. Limonu iki yerə bölürəm. Qoy tərsinə üzü aşağı. Biraz sərtdir. Limon balacadır, yəni evdə çıxarlar, sən çıxarlar, əlindən sıx. Buna çəkmək istəyirsən. İndi yox, bəs eləyir. Sən istəyirsənsə, misal üçün biraz kəm-turş olsun, siropla qatışanda olacaq o kəm-turş. Əgər şirin istəyirsənsə, bir dənə bəs eləyir. Yox, kəm-turş istəyirsənsə, o birini də qata bilərsən. Bəs eləyir. Amma misal üçün müştəri üçün hazırlananda qəti, yəni əllə ona sıxmaq olmaz. Çünki həm gigiyenik qaydada təmizlikdir, həm də ki, onun içindəki tumlar bura gedir. Başa düşdün, müştəri görsəndə biraz. İndi bu əlavə olaraq bütöv. Efsane limonatı bütöv formada gedir buz. Yəni doğranmağa ehtiyac yox. Çox da olur. Götürür, əlavə eləyir, çox da. Bəs edir. Burası əlbə bax, əlbə həmişə ay sağ ol. Bəs edir. İndi götürürsən, qarışdır formalar. Salaş siropu qarışdır. Bəs edir. İndi oraya yox, oraya qoyma. O çəkildə qoyacaq. Sən bunu istifadə edən sonra niyə qoymalısın? Bu yuyulmalıdır. Əlavə elə. Bəs edir. Misal üçün, əlavə müştəri də deyə bilər ki, mənə istəyirəm, biraz yaş nanə əlavə edərsən. Yəni, elə misal üçün müştəri var ki, fərqli bir şeylər istəyir. Sən müştərinin istəyirsən. Sən istəsən buna ağız dadına görə yaş nanə əlavə edə bilərsən. Yox, istəmirsənsə əgər, yəni bu formada bizim efsane limonatımız hazırdır. Əslində, efsane limonat evdə hazırladığımız zaman meyvələrimiz əgər fəsli, misal üçün çiyələrin sezonuna vaxtısa, həmin məqamda sən hazırlayırsansa, sırf yəni çiyələrin özündən hazırlamaq olar. Ya misal üçün, nə bilim, hansı bir sezonda düşə hazırlamaq istəyirsən, misal üçün özün üçün evdə armudun özündən istifadə etməlisən. Əslində bu olmalıdır, aparatla orada həll olunur, çəkilir, çiyələrin özündən, misal o formada hazırlanır. Restoran sistemində hal-hazırda istifadə olunur siropla. Belə. Misal üçün, indi buna da yenə zövqə uyğun istəsən. Bu formada, misal üçün, ola verirsən, başına da, ya belə bu formada belə edirsən, ya da ki, bütöv yumru formada başına əlavə edirsən. Çıxar, başından çıxar. Özün içəcəksən də, yəni götür onu, o formada.
Yaxşı.